Verilişin baş sponsoru İtalyan Məişət Texnikası Bompani. Verilişin baş sponsoru Milana Hospital. Hanımlar ve cenablar, Talk Show'un aparıcısı Nurane Güler. Axşamınız xeyir. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Xoş gördük hər birinizi. Daim bizi izləyən əziz tamaşaçılarımız. Bazar ertəsidir, yenə çıxış yolu öz proqramına başlayır. İnşallah ümid edək ki, bu həftə ərzində bizə müraciət edən hər bir kəs ümidlə ki, bizə müraciət edir, elə o ümidlə də, o ümidində yanan çıraqla da evinə dönsün. Xoş gəlmişsiniz auditoriyada əyləşənlərimiz. Xoş gəlmişsiniz və bizim dəyərli ekspertlərimiz artıq studiyamızdadır. Onları bir-bir salamlamaq istəyirəm. Çox hörmətli Vəfa xanım Abbasova bugün proqramımızın qonağıdır. Respublika Qadınlar Cəmiyyətinin sədr müavinidir. Bizim sevilən aktrisamız Nayda xanım, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Və televiziya aparıcısı Fəxriyə xanım bugün bizimlədir. Xoş gəlmişsiniz Fəxriyə xanım. Bugün hüquqşünasımız, çıxış yolunun daimi hüquqşünası olan Vasif müəllim bizimlədir. Vasif müəllim, xoş gəlmişsiniz. Və ailə məsələləri üzrə ekspert, yenə çıxış yolunun daimi ekspertlərindən olan Hacı müəllim bugün bizimlədir. Xoş gəlmişsiniz. Belə, əziz tamaşaçılarımız, bizim bir xatırlatmamız var. Gəlin onu izləyək, daha sonra proqramımıza start verəcəyik. Saqqal yaşında sizin qardaşınız bir televiziya proqramına çıxıb buradan dərdini söyləyirsə, demək ki, o yaxın doğma bilib bir adamın bir kimsənin qapısını döyə bilməyib. Ona görə qocalara və ümumiyyətlə uşaqlara daimi qayğı göstərmək lazım. Biz vaxtıkən mən ev almışam, mənzil almışam, 4 otaqlı. Kişinin pulu olub, gəlib qızını ev alıb gedir. Əsas məsələ sizin ailənizdə bir-birini qəbul etməməsi. Ağsaqqal yaşında sizin qardaşınız bir televiziya proqramına çıxıb buradan dərdini söyləyirsə, demək ki, o yaxın doğma bilib bir adamın bir kimsənin qapısını döyə bilməyib. Pulun adını demirəm qiyməti. Bir diplomat pul qoymuşam onun evində. Əgər söhbəti düzgün tamamlaya bilmirsiniz də, tamamlamayın. Siz kimsiz sözünü mənə hələ deyən olmayıb, siz də deyə bilmərsiniz. Necə siz bir qardaşa qapı açmırsınız? Nə deyirsə, vicdanınız olsun. Problem sizin özünüzdə olubdur. Sirri. Bu, o getsin baxmasın, başqa verilişə baxsın, başqa yerə baxsın. Belə, əziz tamaşaçılarımız, ötən proqramımızda izlədiyiniz bu xatırlatma idi. Bugün də studiyamızdadır Qəhrəman bəy və onun həyat yoldaşı Naibə xanım bizə müraciət etmişlər. Əslində müraciətləri bundan ibarət idi ki, bizim faktiki olaraq qalmağa yerimiz yoxdur. Qəhrəman bəy öz qızından şikayət eləyirdi, bacılarından şikayət eləyirdi ki, mənə qapı açmırlar. Biz də canlı efirdən onun qızı ilə zəngləşdik, bacıları ilə zəngləşdik. Proqramımız əsnasında Lənkərandan səhv etmirəmsə, bacınızın oğlu bizimlə əlaqə saxlamaq istədi, amma canlı efirə qoşulmadı. Düzdür, redaktorlara bəzi para sözlər demişdi, amma mən onun sözünə əhəmiyyət vermədim ki, əgər qoşulmaq istəyirsə canlı efirə qoşulsun. Qəhrəman bəy, bugün Lider televiziyasına sizin qızınız, bacınız və qardaşınız gəlmişdi. Bugün burada olublar. Birazdan bu barədə danışacağıq. Yaxşı. Və əziz ekspertlərimiz, əhval-ruhiyyəniz necədir? Axşamınız xeyir olsun. Təbii ki, çıxış yolunda hər zaman olduğu kimi bizim əhval-ruhiyyəmiz çox yaxşıdır. Çünki belə bir pozitiv aparıcı ilə birgə olmaq bizim əhval-ruhiyyəmizə çox müsbət təsir edir. Həmişə belə olsun. Həmişə belə olsun. Nayda xanım, necəsiz? Can, Fəxri xanım, siz necəsiz? Nurayna, əvvəla mən səni alqışlayıram. Çünki çox çətin mövzulara toxunursan. Sosial məişət mövzusunda verilişləri bu sahədə olan insanlar çox gözəl bilir ki, idarə etmək necə çətindir. Və bu belə bir verilişdə sənin gözlərini mən oxuyuram efirdən. Orada həm ağlamaq var, həm efirin məsuliyyəti var. Bütün hisslər ehtisaza gəlir. O mənada sanki bizim hisslərimizdə. İndi sən başladın, artıq həyəcan keçdi mənə. Bu mənada hesab eləyirəm ki, verilişin sonunda həqiqətən də sənə müraciət edən insanlar çıxış yolunu burada bulacaqlar. İnşallah belə ekspertlərimiz olan yerdə əlbəttə ki, çıxış yolu tapacaq. Hacı müəllim, siz necəsiz?
Çox gözəl. Əlbəttə ki, bir verilişdə ki, insanlara nə-nəsə kömək eləyə bilirik və onlar öz problemlərindən hardasa çıxış yolu tapa bilirlər. Bu proqramda necə olmaq olar? Çox əla, çox yüksək ruh yüksəkliyi ilə gəlmişik proqrama. Çünki harda oluruqsa, çox müraciətlər olur bizə ki, yəni o insanların taleyi ilə maraqlanırlar və bildiyiniz kimi də, hamımız bildiyimiz kimi də kadr arxası məqamları deyim ki, bir çoxları da öz problemlərindən çıxış yolu tapırlar. Və burada da sözsüz ki, həm Lider televiziyasına təşəkkürümüz var, həm də ki, bax, Instagramda şəkil qoymuşdum, demişdim, Azərbaycan telməkanında ən səmimi aparıcılardan Nuranə xanım. Bəli, mən Minnətdaram sizə. Amma əziz tamaşaçılarımız, onu deyim ki, bu kürsülərdə əyləşən insanlar sadəcə olaraq qonaq olmaq xatirinə bu verilişə gəlmirlər. İnandırım sizi, bax bilmirəm səmimiyyətimə inanacaqsınız yoxsa yox. Əgər bilsəm ki, o kreslolarda əyləşən insanlar hansısa bir insana yardım etməyəcəklər, vallahi billahi o adamı çağırmaram bura. Mütləq şəkildə yardımları toxunmalıdır və bizim hüquqi yardımlarımızı da hər zaman Vasif müəllim kimi hüquqşünaslarımız yerinə yetirir. Siz necəsiniz Vasif müəllim? Mən də salamlayıram hər kəsi. İnşallah inanıram ki, mövcud problemləri bundan öncə də həll etməyə çalışmışıq və indi də obyektiv yanaşaraq həll etməyə çalışacağıq inşallah. İnşallah. Belə, bizim proqramımıza deməli 2 gənc müraciət edib, mən onları bura dəvət etmək istəyirəm. Deməli, bu gənclərimiz telefon açanda bizim redaktorlarımıza söylədilər ki, Güləli və Arzu, buyursunlar gəlsinlər, Qusar rayonundan müraciət ediblər. Mən İstəyərdim özləri başlasınlar bu barədə deməyə, amma bir balaca bir ipucu verim də bizim ekspertlərimizə. Deməli, bu 2 gəncimiz, gəlin bura, xoş gəlmişsiniz. 2 gəncimiz, belə deyim də, necə deyim, öz başına evləniblər. Gəlin, keçin, əyləşin. Deməli, gəncdilər, yəqin ki, bir-birlərini seviblər. Sevgi olan yerdə, Vasif müəllim, gözləri heç nəyi görməyib. Bir ananın, bir atanın, nə bilim, xeyir duasını almadan mən demirəm, bu yaxşı şeydir, qətiyyən. Amma bu hadisə baş verib. Əvvəla Nuranə xanım, xoş gəlmişsiniz. Mən bu gənclərimizə üzümü tutub demək istəyirəm ki, nə olur olsun, hansı belə qeyri-adi möcüzəli bir sevgi olur olsun, mütləq böyüklərin, ağsaqqalların, ağböcəklərin necə deyək, xeyir duasını almaq lazımdır. Təbii ki, gəncdilərindir. Bunu yəqin ki, hər iki tərəf aililər narazı olduğu üçün yəqin ki, bunlar bu addımı atıblar. Amma güman edirik ki, özləri də məlumat verdikdən sonra biz də bir çıxış yolu olaraq bunlara bir çıxış yolu tapa bilərik. İnşallah, buyurun. Əvvəla mən salamlayıram, biraz heyecanlıyam. Birinci dəfədə studiyaya çıxıram. Düzdür, mənim anam, atam razı deyildi. Biraz yaxın tut. Öz qohumlarına vermək istəyirdi məni. Mən də razı deyildim də. Güləlini sevirdin? Bəli. Mən də anama dedim ki də, pis çıxmasın, birinci də odur, axırıncı da odur. Siz kiməsə ver söz də, mən ona gedəcəm də, ondan başqa heç kimi istəmirəm. Yox, atam dedi ki, mən ona verməyəcəm. Mən də atama sual verdim ki... Niyə dedi ki, verməyəcəm ona? Güləlinin nəyi pis idi? Nə idi səbəb? Əsas səbəb nə idi ki, onlar vermək? Ailələr nəyə görə qarşılıqlı razılaşmaya gələ bilmirdilər? Nəsə problem var idi ortalıqda, yoxsa necə? Yox, elə problem yox idi. Belə deyək, nə deyim. Atam razı deyildi. Nə idi səbəb? Atozun səbəb nə idi razı olmamaqda səbəb? Bir də sizin yaşınız neçədir? Mənim 21 yaşım var. 21 yaşım. Atoz nəyə görə idi? Nə idi problem ki, razı deyildi? Atam bizim qohuma söz vermişdi ki, mən o insana söz vermişəm. Belə vaxtda, belə dəqiqədə insan gələcək, nişan taxmalıyıq. O həmən günü də çağırmışdı. Mən o insanlara dedim ki, mən sizin pis çıxmasını, oğlunuzu istəmirəm. Yəni mən... Özün dedin. Köpək kəsdiyilik. Yox, biz qohum da deyilik. Siz kimə müraciət elədiniz ki, sizin oğlunuzu istəmirəm? Oğlanın valideynlərinə dediniz ki? Valideynin düz üzünə demişəm, atama da söyləmişəm. Amma atam dedi ki, yox, məcbur olsa da mən sana ona verəcəm. Sən kimsən ki, mənim sözümdən çıxırsan? Burada valideyn mənəm. Arzu, atanın adı Namiq bəy. Bəli, Namiq bəy. Ceyhunə xanım, mən xahiş edirəm Namiq bəylə bir də ananın adı Sara xanımdır. Sara xanımla əlaqə yaradaq.
Buyurun, buyurun. Mən bir müdaxilə etmək istəyirəm. Qızım, sən uşaqsan, həyatın qarşıdadır və valideynlər bu ömrü günü yaşayıblar. Sən çıxıb valideyn qarşısına demək ki, mən sizin oğlunuza getmirəm. Bəlkə bunun başqa bir formada demək üslub olardı. Bəlkə oğlanın daha yaxşı tərəflərini atanı inandırmaq üçün başqa üsullara əl atmalıydın. Yəni sən atana sübut etməliydin ki, sənin seçimin doğru seçimdir. Yəni daha kəskin, daha adekvat addım atmaqla bəlkə də vəziyyəti daha gərginləşdirmisən. Buyur görək Güləl. Salamlar sizə, bilir. Və bağışlayır istəyirəm sizdən mən. Çətinlik çatıram mən. Biraz Azərbaycan dilində çətinlik çəkirəm. Danışmaqla indi başa düşərsiniz də. Belə deyiblər, mən də gedib demişik. Bunu anasına, atasına, qardaşına. Heç vaxt mən onu salmaram yerin altına. Deyərəm birinci, sonrası eləyərəm. Bu öz qohuma vermək istəyib, mecburi. Bu da deyib, öz atasına, anasına. Mən nişan da taxmışam buna dajı. Güləl, sənin anan, atan onların evinə elçi getdi? Bəli, getmişik, bəli. Sizin evinizdə narazılıq var idi, yoxsa yoxdur? Bəli, var idi. Xanımı almamaqdan narazılıq vardı. Var idi, bəli, bəli. Bax, onun səbəbləri nə idi ki, hər iki tərəf narazılıq? Səbəb niyə görə? Açıq aydın desəm biz, açıq aydın Bəli, açıq əlbəttə deyim, biz də çıxış o. Yox, biz hər bir şey yaxşı idi. Giriş, gəlmək yaxşı idi. Mən atamın gələ gitmək, gəlmək, hər bir şey yaxşı idi. Sonrası biz boşandıq 5 ay. Sizin ailəniz arasında get-gəllər olub? Olub, bəli, bəli. Necə yəni boşandınız? Necə? Siz əvvəlcə evli olub, sonra boşanmısınız əvvəlcədən. Qanun şəkildə. Qanun şəkildə, bəli. Yəni bunun əsaslı kökü var da. Bilirsiniz, çox üzr istəyirəm. Valideynlərin mənə elə gəlir ki, ümumiyyətlə valideyn heç bir zaman səhv etmir. Heç vaxt səhv etmir. Valideyn nəsə individualdır. İstənilən mövzularda, istənilən insanların fikri individualdır. Valideyn nəsə bilir ki, qızım, hansısa addımda o öz fikrini söyləyir, ya razı qalmır, belə deyim. Dolayısıyla deməyim, qoy birbaşa deyim ki, səbəbi var. Sizin boşanma səbəbiniz nədir? Özə 5 ay dediniz, deyil mi? 5 aydan sonra boşanmısınız. Kiminlə daha əvvəl başqa bir ailə öz olub da, elə deyil, yoxsa? Elə xanımla ailəli olmusunuz. Ailə olmuşuq, bəli. Sonra ayrılmışsınız, təzədən bir daha birləşmək istəmişsiniz. Bəli, bəli, bəli. Bəli, boşanma səbəbiniz nə Boşanma, olmuşdu? siz qanuni ailəli olmuşsunuz. Dediniz, deyil mi? 5 aydan sonra boşanmısınız. Kiminlə daha əvvəl başqa bir ailə öz olub da, elə deyil, yoxsa? Elə xanımla ailəli olmuşsunuz. Ailə olmuşuq, sonra ayrılmışsınız, təzədən bir daha birləşmək istəmişsiniz. Bəli, bəli, bəli. Bəli, boşanma səbəbiniz nə Boşanma, olmuşdu? siz qanuni ailəli olmuşsunuz. Bəli, bəli, bəli. Qanuni də boşanmısınız. Bəli. Niyə qanuni səbəb? nikahda olmuşsunuz. Mən açıq aydın desəm, yenə açıq aydın deyirəm, biz boşanmaq istəmirdik. Belə mənim ögey qanamdır, bizdə olan. Ögey qanam, atam da zəifdir. Ögey qanam pişirir onu, başından çıxardır bir sözü. Nəfisə xanım. Bəli. Nəfisə xanım. Nəfisə rəhmətə gedək, xeyr. İndi gələm, təzə bir illik gəlib bizim evdə, təzə xanım. Bu ikinci ögey anandır? Bəli, bəli, bəli. Sənin öz anan dünyasını dəyişir? Xeyr, öz doğma anam bu da yaşayır Xaçmaz kəndində. Ancaq ikinci yaşda mənə tolurdu, heç kim yox olub. Bir dəqiqə, bax biz belə başa düşdük ki, siz bir dəfə nikahda olmusunuz, sonra ayrılmışsınız, sonra təzədən birləşmək istəmişsiniz və buna da qohumlar etiraz edir. Bəli, bəli, üzdə zəhmət olun, məhkəməyə mən verməmişəm. Məhkəməyə məndən xəbərsiz mənə atam verib. Yox, sizdə elə bir şey ola bilər Raşid müəllim. Ondan xəbərsiz ata necə məhkəməyə verər? Məhkəməyə necə verə bilər? Nuranə xanım, ümumiyyətlə bu ailənin, yəni oğlanın ailəsində, Güləlin ailəsində ailədə problem var, ailənin kökündə problem var. Çünki ilk öncə Güləlin anası ilə atası ayrılıb, ilk öncə onlar ayrılıb. Yəni bunlarda ayrılmaq, yeni arvad almaq dəb şəkildə belə baxıram ki, çünki əgər sizin ananız varsa, atanız ayrılıbsa, bir ögey ana, sonra bir ildən sonra bir ögey ana gəlir, bunun atası üçün artıq bu belə bir qeyri-adi bir şey deyil. Ona görə də oğlu da o səmtə yönəldir. Amma sizin ögey ananın sizə ayrılmağınıza səbəb ola bilməz. Əsaslı səbəb ola bilər ki, xanımın hərəkətlərində, cavandır, gəncdir, ola bilər ki, hərəkətlərində xoşa gəlməzlik olsun. Hər bir ailədə olur və hər birimiz ailədə problemlər yaşamışıq. Bu o demək deyil ki, hər xırda problemi böyüdüb ailələrimizi dağıdaq, boşanaq, bu düzgün deyil. Mən çox istəyirəm ki, övlad yoxdur, mən çox istəyirəm ki, üzr istəyirəm, Hacı müəllim. Reklamlardan sonra biz davam edəcəyik və mən burada müraciət etmək istəyirəm. Güləlinin atası Hüseynəli, düzdürmü? Hüseynəli sizə sonra və Güləlinin ögey ananızın adı nədir?
Nə? Göyçək. Gülşən? Göyçək. Göyçək xanım sizə müraciət edirəm və Sara xanım, Namiq bəy, Arzunun anası, atası xahiş edirəm telefonlarımıza cavab verin. Sizin övladlarınız buradadır. Reklamlardan sonra davam edəcəyik. Reklamlardan sonra tok-şoumuz davam edəcək. Və əziz tamaşaçılarımız, mən buradan çağırış etmək istəyirəm. Qusar rayonuna, xüsusilə Hüseynəli bəy sizə, sizin oğlunuz studiyamızdadır. Belə deyim də, acizanə olaraq sizlə barışmaq istəyir. İstəyir ki, bir ata olaraq qapınızı açasınız onun üzünə. Bir səhv də edib, keçin günahından. Bir səhv də edib, bağışlayın. Övladlarımız səhv etmirmi? Övladlarımızın hər səhvində onların biz üstünə getsək, onda görə övladlarımızla ömürlük düşmən olaq. Səhvi olmayıb heç həyatda. Nuranə xanım bir dəqiqə bayaq Vəfa xanım oğlana bir sual verdi ki, yəni söhbətin yaranmasına səbəb nədir? Oğlan indi özü də yəqin ki qeyd eləyər ki, mən deyir işə gedib gələndə mən görürəm ki, mənim həyat yoldaşım həmin bu xanıma anası aparır, icazəsiz gətirir. Yəni bu oğlan əgər ailə qurubsa, mən onun mühafizəkarlığını təqdirə layiq hesab edirəm, alqışlayıram. Ana qızı ilə heç ara gedə bilməz. Yox, icazəsiz. Yəni ailəyə müdaxilə olur da. İstənilən tərəfdə müdaxilə olur. Əgər oğlan ona reaksiya verirsə, müdaxilə edirsə, o mühafizəkarlıq kimi qiymətləndirir. Yəni demək olar ən azından. Sara xanımla əlaqə saxlayın, təcili, Arzunun anası ilə. Ailələrin çoxunda kənar müdaxilələrin səbəbi çoxdur. Mən güman edirəm ki, mən sual vermədim. Siz yenidən evləndikdən sonra nikaha girmisiniz? Xeyr, imkan olmur, düzün desəm. Nuranə xanım, mən buradan təklif edirəm ki, ilk öncə bunların hüquqşünasımıza da müraciət edək və şəxsən mən özüm də dəstək olaraq onların nikahını rəsmiləşdirək. Çünki biz hüquqi dövlətdə yaşayırıq, bu düzgün deyil. Bir dəqiqə, Vəfa xanım. Amma bu ayrılıbsa necə? Yəni bir atam verib bizə bir zəng gəlib, özü də axırıncı dəfə anan nə vaxt görmüsən? Mikrofon götür. 3 həftə olardı. Sara xanımdır da ananladı. Bəli. Münasibətiniz necədir? Nə pis deyil, nə yaxşı deyil, orta. Axırıncı dəfə danışanda nədən danışdınız, nə dedi sənə? Qəbul eləyir, eləmir. Və deyir, qızımsan qəbul eləməyinə eləyirəm. Amma təkcə səni, Ancaq mən özüm gedib gəlmək istəmirəm. Ya xanım, səbəb nədir? Anamın da çox günahı olub, mən yoldaşıma vermək istəməyib. Atam da, anam da çox günahkardır. Bir də bir sualım var var. Qızım, sənin anan zəng eləyib bizə. Efirə qoşulmur. Düzdür, mən efirə qoşulmayanlarla tərəfdar deyiləm onların söylədiyi sözləri burada səsləndirməyə. Amma bir ana olaraq mən analara çox böyük hamımızın hörmətimiz var. Anan səni qəbul etmir. Mənim o adda qızım yoxdur deyir. Bir sualım var idi. Siz birinci dəfə nikaha girəndə, siz normal el adəti ilə sizin toyunuz olub, yoxsa olub? Toyulub xeyr. Toyunuz olmayıb. Qoşulub bir-birinə qaçıblar. Necə? Birinci dəfədə qoşulub qaçmışdı. Bəli, bu öz qohuma vermək. Sonra sizi ailələr qəbul etdimi, etmədimi? O birinci qəbul etdi. Giriş getmək yaxşı idi. Şükür Allah'a. Sara Hər bir xanım şey üçün yaxşı. yazın. Sonrası boşandıq biz. Bəli. Mən atam gildə qaldı, bu öz anam gildə. Bəli. Sonrası təzədən 4 aydan sonra biz barışdıq. Yəni bir yerdə qaçdıq, təzədən şəhərdə öz ailə qurduqda. Bir də bax özün ailə başçısan. Biraz bu ailə məsələsi elədir ki, çox ciddi olmaq lazımdır. Yəni boşandıq, birləşdik, təzədən qaçdıq, təzədən sən də xanım ikiniz də bir ailənin təməlini qoymusunuz və o ailədə belə qeyri-ciddi eləmə, ailə məsələsi çox ciddi məsələdir. Ona çox ciddi yanaşmaq lazımdır. Siz əgər bu gün də bir qərar vermisinizsə bir yerdə olmağa, biz də burada ekspert olaraq və Nuranə xanım olaraq hamımız çalışırıq ki, sizə kömək eləyək, dəstək olaq. Amma sabah yenə də bizim düzümüzü qara eləməyin ki, biz sizə bu gün dəstək olduq, sabah yenə də siz ayrıldınız, yenə də problem çıxdı. Əgər qərarınız ciddidirsə, biz də xahiş eləyək valideynlərdən. Çünki artıq Nuranə xanım vəziyyət keçib. Yəni bunlar bir dəfə evli olublar, sonra ayrılıblar. İndi təzədən yenə də birləşmək istəyirlər. Yəni burada artıq mənə elə gəlir ki, kənar müdaxilələr deyil,
dəstək olmaq lazımdır. Həm də- Valideynlər də dəstək olmalıdır, Anana biz də dəstək dəstək Həm də olmalıyıq. bir Ana nüansa səni izləyir. diqqət yetirmək lazımdır. Əgər oğlan söylədi ki, mən Nə deyirsən boşananda ana? atam məndən icazəsiz ərizə verib boşayıb. Amma bunların hərəkətlərindən belə məlum olur ki, bunlar ata ümumiyyətlə fikrinə hörmət etmirlər. Yəni öz fikirləri daha önəmlidir. Hə? Demək ki, boşanmağa özlərinin də səbəbləri olub. Qızım, Bu mənada Qızım. burada nəsə biraz boşluq mən hiss eşidirsən edirəm. məni? Anana nəsə de buradan. Bəlkə səni bağışlayacaq. Nurane xanım. Mikrofon ver ona Nurane zəhmət xanım, olmasa. Olar ki, indi Hə? Sara xanım biraz gərgindir, əsəbidir. Ola bilər Hə? ki, səbəb bu olsun. İndi deyir ki, mənim Eşidirsən ata mən qızım Arzu? yoxdur. Amma yeganə bir ana varlıq səni odur ki, ana, hal-hazırda ata izləyir. Ana evladının barışmaq nə qədər istəsə, qüsuru anana söz olur ver. olsun, onu qəbul edir. Yeganə varlıq görüm, budur. Həm də son dəfə 3 həftə bundan əvvəl deyir görmüşəm, amma bildiyim Arzu. qədərilə 3 ildə artıq bu məsələ var. Bu mənada ana bu gün o qənaətə gəlməyib. Yəqin ki, son günlərdə o qənaətə gəlib. O da hirsdir. Hirsdən, o əsəbdən o Bu sözləri da sənin deyir. gəlinlik paltarında sizin Bəs toy o... şəklinizdir, hə? Arzu. Ne istəmirsən ki, anasına söz desin? Hə? Ne istəmirsən? Səndən onun anasının arasında konflikt var. Bəs ne istəmirsən ki, anasına söz desin? Onu ağlamağına dözə bilmirsən? Nurane xanım, xanımın adı nədir? Anavuzun adı nədir xanım? Yəqin onları mütləq qaçırdarsınız da siz. Sarı xanım, bax biz üzümüzü sizə tuturuq. Bugün sizin qızınızın taleyi həll olunur burada. Siz belə xahiş edirik sizdən, zəng edin studiyaya. Bəlkə sizin də fikirlərinizi öyrənək, sizin də fikirlərinizi bilək. Çünki bir tərəfli bizə nəsə qərar vermək çox çətindir. Ona görə həm oğlan tərəfinin valideynləri, həm xanımın valideynləri sizdən artıq dərəcədə xahiş edirik. Siz də bizə dəstək olun. Bəlkə sizin elə bir deyəcəyiniz, elə bir açacağınız fakt var ki, və kökündən hər şey dəyişə bilər, təməlli dəyişə bilər. Ona görə yəni siz də burada evladlarınızın taleyinə biganə qalmayın. Xahiş edirik, studiya zəng eləyin, açıq danışın və onsuz da bu məsələ artıq sosiallaşıb, artıq bu məsələ ictimaiyyətə çıxarılıb. Xahiş edirik hər birinizdən, zəng eləyin studiya və siz də öz ürək sözlərinizi deyin. Əslində qarşı tərəfin zəng eləməyi bu mövzunu daha açıq şəkildə təhlil eləməyə imkan verir. Mən baxıram Nuranənin verilişlərinə. Bəzən ekspertlər danışır ürəkdən, hətta bütün hissləri ilə və nəticədə zəng edən şəxs, yəni qarşı tərəf bir kəlmə söz deyir və məlum olur ki, bu danışılanların hamısı əbəs imiş. Bu mənada qarşı tərəfin məncə danışdırılmasına biz israr etməliyik ki, o danışsın. Anana söz de. Anan səni işləyir. Dayan görək. Mikrofonu da söndürmüsən. Buyur görüm. Səs eşidilir. Mikrofonu zəhmət olmasa dəyişdirin. Gəl Murad, mikrofonu dəyişdir. Sara xanım, mən bilirəm siz hal-hazırda bizi izləyirsiniz. Neçə bacısınız? Bir qızınız var. Aman zaman bir qızınız var. Bircə qızınız var. Mən belə başa düşürəm ki, nə belə dəhşətli bir qəbahət edib ki, siz onu bağışlamayasınız. Sadəcə olaraq özünün sevdiyi, seçdiyi oğlanla ailə qurub. Əgər bu oğlan, onu yarı yolda qoyub getsəydi, bax o anda siz qızınıza deyərdiniz ki, sən ən böyük həyatının səhvini etdin. Yanındadır, əlini əlindən buraxmır. Sara xanım, yanındadır da bu adam onun arxasındadır. Mən xahiş eləyirəm sizdən. Qızınızı tək qoymayın. Mən bütün valideynlərdən xahiş edirəm, qızlarınızı sahibsiz qoymayın. Arxa olmaq lazım. Ana hər zaman arxa olmalıdır. Düşünürəm ki, bəlkə indi ana da əsəbidir. Təbii ki, hər bir ana istəyər ki, evladı xoşbəxt olsun. İstər oğlan tərəf, istər qız tərəf. Bir çıxış yolu olaraq, bu komanda olaraq artıq bu təkcə Sara xanımın qızının problemi deyil, artıq ictimailəşmiş bir problemdir. Biz bir komanda olaraq qızımızı, oğlumuzu alaq yanımıza, bir o qapını döyək. Hacı müəllim, nə deyirsiniz? Gedək, bəlkə bizi də qəbul edərlər, bu məsuliyyəti dərk edərlər. Alo. Axşamınız xeyir. Hüseyn Əli bəy. Bəli.
Eşitirim sizi. Oğlunuzu yəqin ki burada gördünüz. Harda? Ay, siz indi televizora baxmırsınız onda, hə? Yok yok yok. Baxmırsınız. Yox. Çıxış yolu verilişindəndir. Sizi Hansı veriliş? Lider televiziyasının çıxış yolu proqramı sizin Güləli adlı oğlunuz var, düzdürmü? Ha, digine. Deyim. Güləlinin həyat yoldaşı da var, Arzu. Tanımıram. Hüseynəli bəy, Bəli. niyə tanımıram dediniz? Onu bilmem, onu bilmiyorum da oğlum buradan evden çıktı. Aha, Özü gitti. aha, Ben de adden yaşayacağım. hə. Ben de balı beledi. O başına sala bilmedim ben. Aha. Orada geldi ben işte sonra şeyleri yığmıştı evde. Ben de papa dedim ver benim kartım da ben çıkacağım addenle yaşayacağım. Bak da dedi yaşayırsan git yaşa. Hüseynəli bəy, eşidirsiniz məni? Eşidirəm. Bir səhvdir edib cavanlığına bağışlayın. Olub keçənlərin üstündən xətt çəkin. Bu uşaqlara qapınızı açın. Oğlunuzdur sizin. Ömür boyu. Nə, ömür boyu nə? Ömür boyu kapını atmayacağım. Benim eve... Yox, Hüseynəli bəy, hansı qəbahəti edib ki, qapını açmırsınız?